إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün istəyirəm belə bir maraqlı bir mövzunu sizlə paylaşım. Hansını ki sizlər tətbiq edə bilərsiniz öz ibadətlərinizdə, daha belə dəqiqliklə desək namazlarınızda. Deməli, İmam Nəvəvi rahmehullah kitab yazmışdır. Adı Ət-Tibyanu fi Ədəbi Həmlətil Quran. Yəni izahat Quranı daşımağın ədəbi haqqında. Yəni kitab sırf Quran necə əzbərlənir, onu qabaqki müsəlmanlar, yəni sələflər, əhl-i-sünnə vəl-cəma, onlar onu necə qoruyublar, necə oxuyublar və bu kimi məsələlərlə bağlı olan bir kitabdır. Burada bir fəsil var. İstərdim bax bunu sizlərə danışım ki, bəlkə siz də onu tətbiq edəsiniz, bilməyənlərə çatdırasınız və sair fayda olar inşallah. Fəslü fi istihbəb-i tərdidil əyəti li tədəbburi. Deməli, bir fəsildir. Quran ayəsini tədəbbür etmək üçün, yəni daha belə dərindən başa düşmək üçün ayəni təkrar etməyin müstəhəb olmağı. Təsəvvür edin ki, bir insan namaz qılır, Fatihə surəsini oxuyub, əmin deyir və sonra başlayır başqa surədən nəsə oxumağa və gəlir çatır orada müəyyən bir ayəyə. İndi bu ayə də bu adama təsir edir, o tədəbbür edir onu və s. Bax, bu ayəni dəfələrlə təkrar eləmək olar, yoxsa yox? Bəli, olar. Belə bir şey, bu məsələ varid olub. İndi bu varid olmaq barəsində də indi biz müəyyən burada olan nəqilləri gətirəcəm sizə. Deməli, müəllif rahimehullah deyir ki, qad bəyyənnə fi fəsli qabləhu əl-həthə alə tədəbburi. Biz artıq bundan qabaqki fəsildə tədəbbür etmək üçün həvəsləndirici məsələləri deməli qeyd etdik. Və bəyanə mövqihi və onun yerini bəyan etdik. Yəni onun yerini izah etdik, yəni ki, bəyanı gətirdik ki, bunun məkanı yeri nədir? Və təəssərə sələf bihi. Sələflər də bundan təsirləniblər, yəni tədəbbür məsələsindən. Sonra deyir ki, وَرَوَيْنَ أَنْ أَبِي زَرٍ رَضِيَ اللّٰهُ عَنْهُ قَالَ və rəvayət etdik Əbu Zərdən, Allah ona razı olsun ki, o dedi, قَامَ النَّبِيُّ sallallahu aleyhi ve sellem bi-əyətin yuraddiduhə həttə əsbəhə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir ayəni oxuyardı və təkrar eləyərdi onu dəfələrlə, hətta yəni ki, səhər başlayana qədər, səhər girənə qədər. Hansı ayə idi? İn tuəzzibhum fə innəhum ibaduk. Maidə surəsi 118. Əgər sən onlara əziyyət verəcəksənsə, əzab verəcəksənsə, onlar isə axı sənin qullarındır. Maidə surəsinin sonunda gəlir bu ayə və Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayəni dəfələrlə oxuyur, yəni namazında, hətta yəni ki, artıq səhərə yaxın vaxta qədər. Deməli, bu gecə vaxtı baş verir. Hədisi Nəsai və İbn Məcə rəvayət ediblər. Nəsai və İbn Məcənin sünənləri Kutubu-s Sittə daxildir, bunu bilirsiniz. Və başqa deməli nəqillər də var. Və ən Təmim Dəri'i radiyallahu anhu ənəhu kərrə həzihil əyəti həttə əsbəhə. Deyir ki, Təmim Dəri'dən radiyallahu anhu gəlib ki, o dəfələrlə təkrar edərdi ayəni hətta səhərə qədər. Əm həsibəl-ləzinə ictərahu seyyiəti ən təcələhum kəlləzinə əmənu və amilus-salihət. Bu deməli Cəsiyə surəsi 21-ci ayə. Yoxsa günah qazananlar onları həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib, yaxşı işlər görənlərlə eyni tutacağınızı güman edirlər. Yəni, bax, bu ayə insana təsir edib və insan onu dəfələrlə oxuyur. Mən Bəxtiyar Turabovla əlaqə saxladım, Allah ona razı olsun. Bilirsiniz, yəni insan mütəxəssisdir Quran sahəsində, Quranın bütün qiraət növlərini əzbərdən bir insandır. Mən ondan nəyi dəqiqləşdirmək istədim ki, qayda necədir?
Məsələn, insan Maide surəsinin sonunu oxuyur, son ayələrini və gəldi çatdı ayəyə İn tuəzzibhum fə innəhum ibaduk və Peyğəmbər sallallahu əleyhi və səlləmin bax bu əməlini təkrar etmək istəyir həyatında. Yəni bir neçə dəfə oxumaq istəyirsə, o bir dəfə oxudu. Ondan sonra Bismillah deyəcəkmi və yeni oxuyacaq, yoxsa heç nə demədən sadəcə təkrar və təkrar edir. Bəxtiyar Turabov dedi ki, Allah ona razı olsun, dedi ki, belə bir qayda yoxdur. İnsan sadəcə təkrarlayır. Sadəcə təkrar. Deyək ki, misal üçün, gəldi bu aya çatdı, hələ təkrar. İn tuəzzibhum fə innəhum ibaduk. İn tuəzzibhum fə innəhum ibaduk. Və belə astaca oxuyur və çalışır bunu dərk eləsin, anlasın, düşüncələr, fikirlər və s. Sonra başqa nəql var. Və an Əbbad ibn Həmzə qalə. Əbbad ibn Həmzədən gəlib ki, o deyib, Dəxaltu alə Əsmə radiyallahu anhə. Mən daxil oldum, yəni gəldim Əsmanın yanına, Allah ona razı olsun. Burada açıqlamır, amma çox güman ki, Əsmə bint Əbi Bəkir, yəni Ayşənin bacısı. Ayşənin doğma bacısı olub. Yəni ataları da Əbu Bəkir radiyallahu anhu. Və hiyə təqrəv və o deyir, Əsma oxuyurdu. Fəmənnəllahu aleynə və vəqanə əzəbəs səmum. Deməli, Tur surəsi 27-ci ayə Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Və vəqafət indəhə. Yəni, Əsma bax bu ayənin üzərində dayanırdı. Fəcələt tu'iduhə və təd'u. Yəni, deməli, başladı onu təkrarlamağa və dua eləməyə. Fətələ aleyyə zəlikə. Bu mənə biraz deyir, uzun gəldi. Çox çəkdi də. Fəzəhəbtü ilə suq və getdim bazara. Fəqadaytu həcəti və bitirdim işlərimi. Thumma rəcə'tu. Sonra qayıtdım. Yəni Əsmanın yanına yenə qayıtdı. Və hiyə tu'iduhə və təd'u. O da hələ də onu yəni davam edirdi və dua da edirdi. Sonra deməli gəlib ki, və raddədə İbn Məsud radiyallahu anhu. Deyir, İbn Məsud təkrar edərdi, Rabbi zidni ilmən. Bilirsiniz bu ayəni, Tahə surəsində və məşhur ayədir, Rəbbim elmimi artır və s. Deməli, bu barədə nəqillər var. Gördüyünüz kimi hədis var, gördüyünüz kimi sələflərdən, yəni ki, sahabələrdən əsərlər var. Deməli, bu əməl şəriətimizdə varid olub, yəni deməli, bu var, bu yenilik deyir. Ona görə də kim tətbiq etmək istəsə, bunu tətbiq edə bilər. Allah hamınıza bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.